4 nəfər övladıma təcavüz etmişdilər. Bunlardan biri mülki vətəndaş, 3-ü isə hərbi qulluqçudular. Yəni təcavüz eləyən də birini sərbəst buraxıblar. Elə əlin qolunu sallayaraq gəzir, hərbi xidmətinə davam eləyir. Elə olan bizim bu uşağı oldu, mənim məktəbindən oldu, həm də ki elə qaldı ortalıqda. İndi yəqin ki 2 ildən sonra bunu apararlar, həmin buna təcavüz eləyəndən çiyin-çiyinə əsgəri eləyər. Yəni elə bir zamaniyə gəlib çıxmışıq ki, dərdimizi heç kimə deyənmirik. Kəncərli sakinləri Novruz Musayev və həyat yoldaşı Səminə Musayeva Naxçıvan Hərbi Məhkəməsinin qərarından şikayətçidirlər. Hər iki valideyn deyir ki, məhkəmə onların azyaşlı oğluna təcavüz edən şəxslərə yüngül cəza verib. Bu iş üzrə təqsirləndirilən hərbiçilərdən biri 9 ay, digəri isə 1 il müddətinə azadlıqdan məhrum edilib. Bir hərbçi isə sərbəst buraxılıb. Bax bu boyda məktublarımıza cavab gəlir ki, ciddi baxılır. Nə baxan var, nə bir şey. Hər iki o kağızlara ki bu qədər yazırlar. Ana isə vurduğu teleqram və müraciətlərin qəbzlərini göstərərək döymədiyi qapı, üst tutmadığı instansiya qalmadığını deyir. Bunların əsasında mənə cavab gəlib ki, Naxçıvandan. Sizin işinizə baxılacaqdır Mehriban xanımın göstərişi ilə, ancaq baxılmadı. Səminə Musayevanın övladı təhsil aldığı məktəbdən də uzaqlaşdırılıb. Bugün məktəb açıldı. Bugün mənim övladım məktəbə getmədi. Bilirsiniz ana üçün necə çətindir bu? Bilirsiniz bu ana üçün necə çətindir? Mənim gözüm mənim övladımı axtardı. Mən bugün övladıma məktəb paltarı geydirib yollaya bilmədim məktəbə. Məhkəmə barəsində 9 ay həbs qərarı verdiyi Pənahovla bağlı müəyyən edib ki, azyaşlı təqsirləndirilən şəxslə öz istəyi ilə cinsi münasibətdə olub. Vəkil Zibeydə Sadıqova isə bildirib ki, 15 yaşlı uşaq cinsi münasibətə razılaşa bilər. Amma bu cinayətdir. Belə olan halda təqsirləndirilən şəxsə ən azı 1 il həbs cəzası verilməlidir. Deyirlər uşağın 16 yaşı tamam olub. Heç hal-hazırda uşağın 16 yaşı da tamam olmayıbdır. Bilmirəm uşaqların haqqını niyə bu qədər yeyirlər, itirirlər. Bu qədər ədalətsizlik olmaz ki. Hüquqşünas Emin Abbasov isə deyir ki, Azərbaycanda zorlama cinayətləri ilə bağlı qanunun tələbləri sərtləşdirilməlidir. Fransada 15 yaşından aşağı uşaqla 5 yaş fərqi olan böyüklərin cins əlaqəsi zorlamaya bərabər tutulur. Bu halda uşağın razılıq verib verməməsi, cinayətkarın zor tətbiq edib etməməsinin hüquqi baxımdan heç bir əhəmiyyəti yoxdur. Və Fransada zorlama cinayətləri üçün cəza 20 ildir. Məhkəmə həm də müəyyən edib ki, təqsirləndirilən hərbçi homoseksualizmdən əziyyət çəkir. Bu da yüngülləşdirici hal kimi qiymətləndirilib. Psixoloq Nərmin Şahmarzadə isə bildirir ki, homoseksuallıq genetik və psixoloji disfunksiya yaratmadığından elmi olaraq xəstəlik kimi qiymətləndirilmir. Amerika Psixiatrlar Assosiasiyası və Dünya Səhiyyə Təşkilatı homoseksuallığı xəstəliklər siyahısından çıxarıb. Buna səbəb odur ki, bir şey xəstəlik kimi qiymətləndirilərkən onun insan sağlamlığında hansısa disfunksiya yaratdığına dair isbat olmalıdır. Amma homoseksuallıq nə fiziki, nə psixoloji, nə də genetik hər hansısa disfunksiya yaratmadığı üçün elmi olaraq bu xəstəlik kimi dəyərləndirilə bilməz. Valideynlər Naxçıvan Hərbi Məhkəməsinin qərarından apellyasiya şikayəti veriblər. Təqsirləndirilən mülki kənd sakininin məhkəməsi isə davam edir. Bunlar mənim ailəmin şərəfi ilə oynadılar. Bunlar mənim ailəmin namusu ilə oynadılar. Bunlar ən başlıcası mənim analıq qürurumla oynadılar. Bunlar bir təcavüzçüdülər. Bunlar bugün mənim övladıma təcavüz edirlər. Sabah başqa anaların ciyəri yanacaq, başqa ataların ürəyi yanacaq.